da dilinə cari olur. Qəlbindən dolan da dilindən gəlir. Əl-ləzīnə yəzkurunəllahə qiyamən və qu'udən. Onlar ki, ayaq üstündədirlər. Ya oturan haldadılar, Allahı zikr edirlər. Allahı xatırlayırlar. Və alə cunubihim. Uzanıblar. Uzanan yerdə yenə də Allahı yad edirlər. Yenə də Allah barəsindədirlər. Allah barəsində fikirləşirlər. İnşallah biz bu barədə danışacağıq. Zikir barəsində danışacağıq. Xatırlatmaq, yad etmək barəsində danışacağıq ki, zikrin neçə dənə növü var. Onlar barəsində biz danışacağıq bir gün. Və yətəfəkkərun. Allah Teala buyurur ki, onlar fikirləşirlər. Zikir bu cür deyir ki, təkcə hələ Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Subhanallah, Subhanallah, təkcə bu deyir. Fikirləşirlər. Bunlar fikrin zikri ilə məşğuldular. Fikirlərində zikr eləyirlər bunlar. Yətəfəkkərun fi xəlqis səmavati vəl-ərd. Göylərin və yerin yaradılışı barəsində fikir edirlər. Göylərin, yerin yaradılışı barəsində fikir edirlər. Məsələn, keçən səfərlərdə bir nəfər bir dənə gül qopardıb, gülə baxır, deyir, çox cahildir, çox nadandır o insan ki, desə ki, bu gül öz-özünə yaranıb. Bu gülü yaradan var. Deyir, gör, nə cür gözəl ətir qoxuyur. Gör, nə cür gözəl bunun ətri var. Gör, nə cür bunun gözəl görünüşü var. Allah Teala buyurur ki, yetefekkerun fi halqis sema